Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Nərdiranda, sırf dəniz yolunda. Belə deyək də, evdən çıxırsan 5 dəqiqə dənizin kənarındasan. Bax, belə 5 sotda mükəmməl həyat evini çıxıb. Allah hər kəsin malına, mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Çıxarışdır, 2 otaqdır. Burada yay mətbəxi, baseynisi. Qiymət 240 min manatdan 188 min manata enib. Reallıq olarsa, inşallah biraz da endirmə olar və yay vaxtında, sezonda, yəni bağ mövsümü gəlir. İzləyicilərimiz izləyərlər, özləri qiymət verərlər, dəyərləndirərlər və istəsələr inşallah əlaqə saxlayarlar, kömək edərlər. Sırf dənizə yaxın. Yəni, qapıdan çıxırsan 5 dəqiqə dənizin kənarındasan. Nərdiranda həm də Sebrizə yaxın bir yerdədir. Həqiqətən də möhtəşəmdir. Tərifləmirəm, özünüz qiymət verərsiniz inşallah. Bura baseynisidir. Səliqəli bir baseynisidir. Burada torpaq sahəsi var. Fikir verin. Giriş hissəsini də sizlərə təqdim edir və açılıqla həyətə maşın daxil olur. Və torpaq sahəsini əlavə göstərək və sonra keçirik evin içərisinin təqdimatına inşallah. Və evin ön hissəsini sizlərə göstərək. Sol hissədən sağ hissəyə qədər tam işıqlandırmadır. Yəni tam işıqlandırmadır və orada da yay üçün olan yerləncidir və s. Və keçirik inşallah içərinin təqdimatına. Tam verə bildin, yəqin izləyicilərimizi təqdim edə biləcək izləyərlər. Yerində daha gəlib görsələr daha möhtəşəmdir. Burada belə deyək, həm mətbəx üçün nəzərdə tutulub, həm oturmaq. Orada da əlavə otaqlar var, onları da sizlərə təqdim edəcək. Yəqin ki, əşyalar da qalar, istilik və kombidir. Qoy buranı təqdim edək, ilkin olaraq bu hissəni təqdim edək sizlərə. Yəni, Wi-Fi nə qədər var? Burada sanuzeli, stipol, moydadır, aksesuarlar nə qədər qoyulub və buranı da təqdim edək. Burada kladovka, həm də ki, əşyaların yığmasının, kombinin yeridir. Buranı tam şəkildə verək izləyicilərimizə. İmkan olsa, o hissəni də belə buradan göstərən izləyicilərimiz həqiqətən də möhtəşəmdir. Və bir yataq otağımız da buradadır. Yataq otağını da təqdim edək. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi, Mərdanan sırf dəniz qırağında, yəni dəniz yolundadır. Dənizi də qeyd etdiyimiz kimi 5 dəqiqəlik məsafədə yerləşir. 5 torpaq sahəsinin üzərindədir və qeyd etdiyimiz kimi həyətdə baseynisi, yay mətbəxi və burada da